Elhamdülillahi Rabbil alemin ve bihi nesta'in ve salatu ve selamu ala Resulillahil emin ve ala alihi ve ashabihi ve tabi'ina ve etba'ihim bi ihsanin ila yevmiddin amma ba'd. Elhamdülillah Allah'ın sayesinde onu zikir etmək üçün, bilmədiklərimizi öyrənmək, bildiklərimizi xatırlamaq üçün yığışmağa, onu zikir etməyə müvəffəq olduq. Həqiqətən bu Allah'ın sayesinde ona görədir ki, əgər Allah bizə həvəs verməsiydi, bizə bildirməsiydi ki, biz yığışmalıyıq, öyrənməliyik, təkrarlamalıyıq və maneələri aradan qaldırmasıydı, mümkün deyildi biz onu bu gün zikr edək. Ona görə hər şeyə görə Allah həmd olsun. Əgər Allah olmasaydı biz olmazdıq. Əgər Allah olmasaydı biz hidayət olmazdıq. Və sonra mühüm mövzulardan biri də xatırlatmaq istədiyim Allah'ın istəyini tapmaq üçün çalışmaq və vasitələri dəyişmək. Ona görə ki, insan bu dünyada sadəcə yaşamaq üçün deyil, həm də doğru yolu tapmaq üçün, doğru yola yönəlmək üçün və Allah'ın razılığını qazanmaq üçün yaradılmışdır. Lakin təbii ki, bu yol hər zaman açıq və asan görünmür. Ona görə də insan daima axtarışda olmalı, özünü yeniləməli və bəzən istifadə etdiyi metodları, vasitələri dəyişməyi bacarmalıdır. Çünki bu axtarış sadəcə bir dəfəlik deyil. Yəni bu hidayət axtarışı bir dəfə tapdın deyil. Doğru yola yönəldin, doğru yolu tapdın. Doğru yolun içində də daima doğru etməyi, doğru danışmağı, doğru davranmağı insan tapmalıdır. Çünki biz hər birimiz, hər bir insan anadan doğulanda fitrət üzərində doğulur. İslam'a rəğbətli, tək Allahı ibadət eləyən kimi, etiqad eləyən kimi doğulur. Lakin sonradan ətraf mühit, istər valideynlər, istər qohumlar dəyişir insanın. Və bu dəyişikliyi məsələn başda əqidəmizə təsir edib. Kimlər indi hələ bir vaxta gəlib hidayət olub, namaza başlayıb. Və görürük ki, əqidəmizdə dəyişiklik olub, xətalar var. Şirkimiz olub, Allah'tan başqasına sığınacağımız olub və s. Ahirətə imanımızda dəyişiklik olmuşdur, təsir olmuşdur. Həmçinin ibadətlərimizə təsir olub. Biz bundan qabaq ibadət bilmirdik nə idi. İbadət biz elə bilirdik ki, elə gedirsən hüzurda Molla Fatihə verəndə sakit dayanırsan və s. Bu kimi şeylər, Quranı öpüb yuxarı qoymaq, bu kimi şeylər, yəni hansı ki, bunlar təbii ki, yəni hörmət ibadətdəndir, lakin özü deyil də tam. Və həmçinin ədəb əxlaqımıza təsir olub. Ədəb əxlaqımıza təsir olmuşdur. Və fikir verirsə, bütün Peyğəmbərin dəvəti bu üç əsas üzərində olub. Gəliblər ki, insanların əqidəsini düzəltsinlər, çünki dəyişilib axı əqidə. Lazımdır. Allah qoyduğu kimi, yaratdığı kimi qalmayıb, dəyişilib. Peyğəmbərlər gəlib ki, düzəltsin. Əqidəni düzəltsinlər, həmçinin gəlib ibadəti düzəltsinlər ki, Rəbbinizə tək Allah'a ibadət edin. Bəli, o vaxtda insanlar ibadət edir, bu gün də ibadət edirlər, amma Allah'ın istəyi kimi ibadət edirlər. Əgər bir insan həm Allah'a ibadət edirsə, həm övliyə ibadət edirsə, yəni burada ibadət ola bilsin kiməsə ağır gəlir. Yəni məsələn, həm Allah'a dua edirsə, həm övliyə dua edirsə, bu artıq şirkdir, bundan qəbul olunmur. Peyğəmbərlər də bunun üçün gəlmişdir. Ki, yönətsin ki, tək Allah'a ibadət edin, əməyiniz boşa çıxmasın. Həmçinin ədəb əxlaq məsələsi. Məsələn, tərəzidə aldatmamaq və s. Gəlib Peyğəmbərlər sırf ondan ötürü ki, insanları neynəsində düzəltsinlər. Və bu gün də bizim bunun ətrafındadır söhbətimiz və çalışmamız bunun ətrafında olmalıdır daima. Dediyimiz kimi doğru yola gəlmək bir məsələdir. Doğru yolun içində də doğru yola yönəlmək başqa məsələdir. Məsələn, biz gəldik doğru yola, namaza başladıq, bildik ki, həqiqi din İslamdır, həqiqi din Quran sünnələndir, sələfin fəhmi iləndir, sələfilikdir və bu kifayət eləmir.
Gərək bu yolda irəlilədikcə nəyi necə eləyəcəyik? Nəyi necə eləyəcəyik? Necə ibadət eləyəcəyik? Davamlı elmlə bunu bilməliyik, bilirik, öyrənməliyik. Və bunun üçün də ne üçün biz mövzunu belə qoyuruq ki, başlığın Allahın istəyini tapmaq. Allahın istəyini tapmaq və vasitələri də düzgün seçmək. Vasitələr lazım gəlirsə dəyişmək. Və bunun izahı gələcək. Çünki fikir versək, biz nəyisə ediriksə, nəyisə danışırıqsa, ya bunu öz istəyimizə uyğun danışırıq, ya cəmaatın istəyini, ya da Allahın istəyinə uyğun danışırıq. Məsələn, misal, bir adam tutaq ki, toy eləmək istəyir, yəni, ya baxacaq cəmaat necə bəyənirsə, necə istəyir səndən, cəmaat səndən toy necə eləmək istəyir, ona uyğun eləyəcəksən. Cəmaat, məsələn, gələndə içki istəyir, məsələn, musiqi istəyir, ya sən onların istəyinə uyğun eləməlisin, ya da Allahın istəyinə. Allah necə istəyir səndən toy eləməyini? Şəriətə uyğun, Peyğəmbər s.ə.v necə əmr eləyir, elə istəyir. Yəni, burada baxsaq, əslində toyun əsasını İslam qoyub, lakin sonradan dəyişiklik olub, əlavələr olub. Yenə toyun əsası yemək içmək var, elan var, orada kəbin kəsmək var. Lakin o əlavələr olmaz. Deməli, insan, bu misal idi, yəni daima Allahın istəyini tapmalıdır. Yəni, mən bu hansı əmələ eləsəm doğru sayılacaq. Yəni, ona hansı gözlə baxmalıdır, hansı prinsipdən, yəni Allahın baxışı ilə baxmalıdır. Allahın əmr qadağası ilə baxmalıdır. Yəni, əgər buna Allah əmr eləyib, bundan razı qalırsa, hə, mən bunu eləyirəm. Yox, razı qalmırsa eləmir. Beləcə, hər bir əməldə bax, belə doğru yola yönələ bilər. Ona görə uca Allah bu hidayətin, yəni mühümliyini bildirərək, yəni insanın bu dünyada təhsil yaşamaq üçün deyil, hidayəti tapıb ona yönəlməyi vacib olduğunu bildirərək Quranda bir neçə yerdə buyurmuşdur. Bəqərə surəsində uca Allah buyurur. Mənim tərəfimdən sizə doğru yol göstərici gəldikdən sonra mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Bəqərə surəsi 38. Və bunu haçaq demişdi uca Allah Adəm əleyhissalamla iblisi yer üzərinə göndərəndə. Dedi ki, bir-birinizə düşmən olaraq yerə enin, mənim doğru yolum gələndə kim ona tabi olsa o kədərlənməyəcək. Ne üçün kədərlənməyəcək? Tağa surəsində buyurur ki, فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنِ اتَّبَعَ هُدَيَ فَلَا يَضِلُّ وَلَا يَشْقَى. Məndən sizə doğru yol göstərici gəldiyi zaman, hər kəs mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar. Demək, kim yolunu azmaq istəmirsə, mütləq Allahdan gələn doğru yol göstəricisine tabi olmalıdır. Və bunlar da o vaxtda peyğəmbərlər idi, sonra peyğəmbərlərdən sonra alimlər və alimlər sonra da onların tələbələri ki, onlardan yaxşı mənada istifadə eləyib, daima insan doğru yolu tapmalıdır, doğrunu eləməlidir. Çünki əbəs yerə deyir ki, biz hər Fatihə surəsində hələ təkcə fərzləri hesablasaq 17 dəfə Allah'ım ihdinə sıratal müstəqim, bizi doğru yola yönət deyirik. Məyər biz doğru yolda deyillikmi? Cavab, doğru yoldayıq, amma burada başqa mənalar var. Bizi doğru yolda sabit elə. Bilmədiklərimizi bizə öyrət. Bildiklərimizin təfsilatını bizə öyrət. Ona görə İbn Qeym Rahmaq deyir ki, bizim bilmədiklərimiz bildiklərimizdən qat-qat çox. Bilmədiyimiz günahlarımız bildiyimiz günahlardan qat-qat çox. Biz əgər Allah'tan doğru yol istəyirsə, bunun mənası odur ki, bizə göstər və bizə müvəffəq elə. Yəni, hidayət iki cürdür. Var göstərmək və yönəlmək. Göstərmək həm Allah'ın işidir, həm də dəvətçilərin. Allah dəvətçiləri vasitəsilə hidayəti göstərir. Və sonra müvəffəq eləmək isə öz əlindədir. Birinci göstərir, dəvətçilər gəlir, dəvət edir, çağırır, nəsiyyət edir. Baxır onların qəlbinə, istədiyin orada hidayət yönəldir artıq. Baxın, nə qədər olub. Firavuna Allah subhanətələ Musa əleyhissalamla, Harun əleyhissalamla
göstərdi doğru yola. Amma yönəldi doğru yola. Müvəffəq oldu, xeyr. Allah qəlbinə baxdı, hərəkətinə baxdı, davranışına baxdı, hidayət vermədi. Ona görə ehtiyatlı olmaq lazımdır. Allahdan hidayət çağırışı gələndə, göstəricisi gələndə, yəni ona diqqət eləmək lazımdır, hörmət qoymaq lazımdır. Ona görə Herakl görürsün, yəni ona hörmət olun. Çünki o hörmət elədi, amma gəlmədi dinə. Amma o birilər isə cırıb atdılar, amma onların mülkü də paramparça oldu. Ona görə insanlar müxtəlifdir. Yəni eləsi var, bəli, hörmətlə dinləyir, qəbul eləmir. Eləsi də var ki, birbaşa hörmətsiz edir, qəbul eləmir. Mütləq bu Allahın yoludur. Bəli, Allah istəsə insanı birbaşa özü hidayət eləyər və belə olur. Və bu nadirdir. Amma Allahın adətən yolundandır ki, birinci göstərir. Müəyyən şəxslər vasitəsilə. Təbii ki, burada qarışdırmaq lazım deyil. Zəlalət dəvətçiləri də var. Hidayət adı ilə gözə soxmaq istəyir. Necə ki, gedirsən bazara, yaxşı mal da var, pis mal da var. O pis malı sənə necə belə pis malsını verir, sırıyır, gözünə qataraq. Zəlalət dəvətçilər də belədir. Yaxşının gözünə qataraq Allah belə buyurub. Peyğəmbər s.ə.v belə buyurub. Lazım gəlsə sələf alimlərindən gətirir. Həsən Basri belə dedi, Şeyx İslam bin Teymiyyə belə dedi. Gözünə qataraq səni azdırmağa çalışır. Təbii ki, sən orada da diqqətli olmalısan. Bunun da yolu ayrıdır ki, insan seçməlidir, seçməyə bacarmalıdır. Lakin biz ümumən danışırıq ki, mütləq lazımdır ki, hidayət göstəricisi gələndə, yəni ona qulaq vermək, boş baxmamaq, yola verməmək. Günün içində görürsün, yəni elm məclisində toplaşmaq çox çətinləşir. Bu Allahdan bir xəbərdarlıqdır. Allah bir nemətin qədrini bilməyəndə artıq onu çətinləşdirir. Əldə eləməyi, əldə qalmanı çətinləşdirir ki, insan qədrini bilsin. Lazımınca istifadə eləsin. Ona görə biz hər bir məsələdə Allahın istəyini tapmalıyıq. Məsələn, elm məclisində Allah Subhanahu taala elm məclisində biz oturmaqda bizdən nə istəyir? Necə istəyir? Biz elm məclisində necə oturaq? Necə elm məclisindən sonra davranaq? Nəyi dəyişək, nəyi dəyişməyək? Çünki bizim bugün özümüzü dəyişməyimiz, ümməti dəyişməyimiz öz əlimizdədir. Allah bizə ixtiyar verib. İstəyirsinizsə dəyişmək, mən sizi müvəffəq edeyim. Yetər ki, siz istəyin. Ayədə gəlir ki, insan can attığından ayrılır. Başqa ayədə bir insan, bir qövüm, cəmaat özünü dəyişmədikcə Allah onları dəyişməz. Gərək insanlar özü istəsin dəyişmək. İnsanlar istəmədikcə Allah onları məcbur eləməz. Zaten Allah istəsiydi, necə ki, Quranda gəlir. Başqa ayədə. Biz əgər istəsiydik, sizi vahid bir ümmət eləyərdik. Əgər Allah istəsiydi, bizi vahid bir ümmət eləyərdi. Lakin deyir, Allah istədiyin hidayət edir, istədiyini azdırır. Allah istədiyinə bağlayıb. Və Allahın istədiyi də hikmətə bağlıdır. Hər şey Allah yerində eləyir. Kiməsə hidayət veribsə, öz hikməti ilə hidayət verir. Onu layiq görür. Əsl budur ki, biz hidayətə layiq deyilik. Hidayət bir lütfdir. Bu mənası odur ki, yəni, bizim Allah üzərində haqqımız yoxdur ki, bizi hidayət eləsin. Biz hidayətə gələndən sonra bizi burada tam pak eləsin. Yox. Biz özümüz çalışıb istəməliyik, yalvarmalıyıq ki, Allah bizi hidayət eləsin. Bizi paklandırsın. Günahlar, bir insan istəmirsə xətasını görmək, Allah ona niyə göstərsin? Bir insan istəmir ki, qardaş ona nəsiyyət eləsin. Allah ona niyə göstərsin? Yəni, Allah səbəblərə bağlı. Gərək biz istəyək ki, Allah da bizi müvəffəq eləsin. Və Allahın istəyinə uyğun çox ayə gətirmək olar. Necə ki, ayədə buyurur ki, وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا بِلِسَانِ قَوْمِهِ لِيُبَيِّنَ لَهُمْ Biz hər bir peyğəmbəri ancaq öz qövmünün dilində göndərdik ki, haqqı onlara bəyan etsinlər. Sonra davamında ki, Allah istədiyini haqq yoldan azdırır, istədiyini doğru yola yönəldir. O fikir verin, o qüdrətlidir, yəni bunu qadirdir və hikmətlidir. Demək, Allah peyğəmbərlər göndərib, doğru yol göstərir kimi, özü də baxır insanlara.
Onlar necə davranırlar? Ona görə başqa ayədə gəlir ki, "Və lənəsəlennellezine ursileyhim və lənəsəlennel murselin." Biz elçilərin göndərildiyi ümmətlərdən də, elçilərdən də soruşacağıq. Yəni təfsirdə gəlir ki, alimlər, yəni biz elçilərdən soruşacağıq, nəyə dəvət elədiniz? Nəyə dəvət? Ümmətlərdən də soruşacağıq ki, elçilərə nə cavab verdiniz? Yəni dəvətçilərə nə cavab verdiniz? Bunun üçün dəvətçilər gəlir, elə baxmayın ha. Dəvətçi gəldi, danışdı, getdi, soru-sual olunmayacaq. Olacaq. Necə davrandı? Nə cavab verdi? Burada nə cavab vermək həm də əməli bildirir. Yəni nə əməl elədiniz onların dəvətinə? Elə qulaq astınız, vəssalam, getdinizmi? Ona görə Allah hikmət sahibidir. Özü öz hikməti ilə Allahın özünün hikmətini bilmək olmaz. Allah hikmətli sahibidir. Hər şey elm üzərində eləyir. O baxır insanların qəlbinə, davranışına, ona uyğun ona hidayət verir. Ona uyğun ona iman verir. Ona görə doğru yolun bu fəzilətindən biri də odur ki, Allah onu özünə nisbət edib. Hud Peyğəmbər deyir ki, Rəbbim doğru yoldadır. Doğru yol elə bir şərəfdir. Necə ki, mən Rəbbim və Rəbbimiz ona Allah'a təvəkkül etdim. Elə bir canlı yoxdur ki, onun ixtiyarı Allahın əlində olmasın. Həqiqətən Rəbbim düz yoldadır. Yəni, hər şeyi düz eləyir Allah. Nə eləyirsə Allah, birincisi Allah soruşulmaz etdiyindən. Və Allah nə eləyirsə doğru eləyir. Kimi azdırırsa, öz ədaləti ilə azdırır. Kimə hidayət verirsə, öz lütfü ilə verir. Yəni, kimisə azdırmaq ona zülm deyil. Zülm deyil. Kimisə də hidayət edilməyi, heç kimin Allahın üzərində haqqı yoxdur ki, o hidayət eləsin. Və buradan da o çıxır ki, biz yalvarıb yaxarmalıyıq Allaha. Yalvarıb yaxarmalıyıq. Yoxsa istəsən hidayət ver, mənə istəsən ver, yox. Bu aləmləri Rəbbinə qarşı yaraşan bir davranış deyil. Ona görə hətta Peyğəmbər s.ə.v doğru yolu istəyib. Necə ki, möminlərin anası Ayşə radiyallahu deyir ki, o gecə namazına qalxarkən təkbir edər, sonra belə dua edərdi. Ey Cəbrailin, Mikailin, İsrafin Rəbbi olan Allahım, göyləri və yeri yaradan, gizlində və aşkarda olan bilən, qulların arasında baş vermiş ixtilaflarda sən hökm verirsən. Qulların arasında baş vermiş ixtilaflarda öz izninlə məni doğru yola yönəld. Həqiqətən də sən istədiyini doğru yola yönəldərsin. Yəni, istədiyini. Yenə istədiyi gəlir və burada da Peyğəmbər s.ə.v özü də doğru yol istəyir. Gəlin, indi baxaq, biz nə dərəcədə doğru yol istəyirik ixtilaflarda. Yoxsa öz ağlımıza güvənirik ki, mən əlhəmdə bilirəm də doğru yoldayam. Yoxsa öz ağlımıza güvənirik. Yoxsa öz cəmaatımıza güvənirik. Peyğəmbər kimi insan, heç şək şübhə var onun doğru yolda olmamalı. Onun kimi insan, əgər dua edirsə mən doğru yolayım, gör biz necə dua eləməliyik, nə dərəcədə istəməliyik doğru yolu. Onun görə İbn Kəsir təfsirində gətirir ki, sələflər belə dua elərdi. Bu da məşhur duadır. Allahım, bizi haqqı haqq kimi göstər. Allahım, bizə haqqı haqq kimi göstər. Və haqqa tabi olmaqla nemətləndir və bizə batili kimi göstərib, batildən çəkinməklə nemətləndir. Və görürsə, birinci göstər, sonra nemətləndir, yəni müvəffəq elə. Təhcə görməyimiz kifayət deyil, bilməyimiz kifayət deyil. Lazımdır ki, Allah müvəffəq eləsin. Bilirik, məsələn, mənim bu günahım var, bu günahım var. Yaxşı, çəkinirik, çəkinəndə iş başqadır. Çəkinəndə tərk eləmək müvəffəqiyyət gərəkdirir Allahdan. Ona görə biz vasitələr dedik ki, Allahın istəyini tapmalıyıq, bir də vasitələri dəyişməliyik. Vasitələri, əgər mən hidayət olmuramsa, mən gəlmişəm doğru yola, amma düzəlmirəm, vasitələri dəyişməliyəm. Baxıram ki, yəni, tutaq ki, məsələn, nə ilə düzəlirəm? Elm məclisinə gəlməklə, məsələn, oturub evdə Quran da oxumaq. Quran nədir? Düzəlməyə səbəblərdən. Quran oxuyuram, ola bilsin ki, düzələ bilmirəm. Çünki bacarmıram da xuşunu oxumağa, tədəbbürlə. Sünnə hədisləri oxudum, düzəldimsə nə yaxşı, düzəlmədimsə yenə dayanmıram. Keçirəm elm məclislərinə. Elm məclislərində işlərim. Düzəlmədim, keçirəm özümə salih dost axtarıram. Salih dostla oturub dururam ki, günahlardan çəkinə bilim. Və beləcə
Vasitələrlə. Çünki sən bilmirsən hidayəti Allah kimin əlində qoyub, harda qoyub. Allahın bu hikmətidir. Bəzən Quranla hidayət verirsə, bəzən sünnə ilə, bəzən hansısa elm məclisində verir sənə hidayəti. Bəzən də hansısa qardaş vasitə, dostun vasitəsilə, yaxşı salih insan vasitəsilə. Onunla oturub durduqsa, baxırsan ki, özün də hiss eləmədən düzəlmirsən öncəyi. Heç o günahı hatırlamırsan. Məsələn, günah özü bir yerə, məsələn, ədəb əxlaq götürmüsən, nə eləmirsən, düzəlirsən. Eləcə də məsələn, şəfa məsələsini misal çək. Bir yerimiz ağrıyır. Görəsən, Allah bizə nəyinə şəfa vermək istəyir? O istəyini tapmaq lazımdır Allahla. Görürsən, müsəlmanlar şikayət edir. Mən Quranı özüm oxuyuram, düzəlmirəm. Bu xətadır. Elə bir şey yoxdur düzəlməmək. Sadəcə bu Allahın istəyinə baxır. Baxır, sən nə qədər oxuyursan Quranı. Təhcə Quranı bir gün oxudun düzəlmək deyil. Bəlkə Allah sənə bir ay oxumaqla düzəltəcək, şəfa verəcək. Sən ona görə davamlı eləməlisin. Allahın istəyini tapmalısın. Səndən Allah necə istəyir? Allah istəyin hara qoyub, şəfa hara qoyub, o tapmalısan. Davamlı eləməlisin. Buna əlavə də sünnədən gələn zikirləri, ruqiyyələri. Kifayətlənmə. Gördün, bəs eləmir. Təbii səbəblərdən yaxşı. Necə ki, sahabənin birinin o birinə gözü dəyir. Peyğəmbər s.ə.v dəstəmaz aldırır, onun suyu ilə neynir? Yuyundurur. Deməli, əgər bilirsənsə ki, sənə kimin göz dəyib, onun dəstəmazı ilə yuyun. Bu təbii vasitədir artıq. Həm sünnədə gələndə, həm də təbiidir. Və Peyğəmbər s.ə.v ona deyə bilərdi, gəl bura sənə Fələq Nas oxuyub. Niyə oxumadı? Çünki vəhlə bildi ki, Allah Fələq Nasdan yox. Onun dəstəmaz suyu ilə ona şəfa vermək istəyir. Bax, bizdə indi bizə vəhiy olunmayacaq bu. Amma vəhidə var. Bu variantlar var. Bu vasitələr var. Və biz onu istifadə eləyərək onu tapacağıq. İstifadə eləyərək. Və beləcə digər məsələlərdir. Digər hamısında buna müqayisə elə. Çünki daima vasitələri düzəltməliyik. Ona görə yəni niyyət məsələsinin bilirsiniz ki, vacib. Bunu da deyək, kifayətlənək. Niyyət məsələsi bilirsiniz ki, vacibdir, mühümdür. Başda insan özün düzəltməkdən ötürü niyyət gəlir. Niyyət sağlam olmalıdır birinci düzəltmək. Məqsəd düz olmalıdır. Mən özümü islah edirəm. Elm məclisinə gəlirəm, məqsəd islahdır. Birinci özümü islah edirəm, sonra ətrafımı. Birinci yaxınlarımı, ailəmi, sonra ətrafı. Başqa məqsədlər olmalıdır elm məclisinə gələndə. Həmçinin ibadətlər başda, hamısında ixlas. Lakin əksər halda vasitələrdə xəta edirik, qardaşlar. Vasitələrdə xəta. Niyyət yaxşı olur. Şeytan bizi vasitə ilə adlandırır ən çox. Baxın, Adəm əleyhissalam niyyəti yaxşı idi. Niyyəti yaxşı idi, amma vasitədə allandı. Necə ki, yəni ayədə gəlir, "Vəsvəsə ileyhi şeytanu qalə ya Ədəm həl ədulluka alə şəcərətul xuldi və mulkin la yəblə." Şeytan ona vəsvəsə edib dedi, ey Adəm, sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülk göstərimmi? Taha surəsi 120. Adəmin məqsədi yaxşı idi ki, cənnətdə əbədi qalsın. Bu hamımızın məqsədi bu olmalıdır. Yəni Allahın razılığından sonra cənnətdə əbədi qalmaq. Bundan gözəl niyyət yoxdur. Adəmin məqsədi yaxşı idi, amma vasitəni səhv seçdi, aldandı. Dedi ki, sən ağacı göstərdi ki, bundan ye ki, əbədi qalsın. Adəm də aldanıb yedi, əbədi qalmaq. Məqsəd yaxşı idi, cənnətdə əbədi. Amma vasitə səhv seçdi. Bunun üçün də şeytan bax, bizə sağ tərəfindən, əsas müsəlmanlara sağ tərəfindən yaxınlaşır. Nəyəsə artırır, nəyəsə azaldır. Yəni, onu tutmaq lazımdır. Yəni, daima vasitələri düzgün eləmək lazımdır. Hər bir məsələdə vasitələri dəyişmək lazımdır. Gördün, vasitələri dəyişmək lazım olduğu kimi də, yəni çalışıb haram vasitələri yox. Ancaq İslami çərçivə, din çərçivəsində vasitələrdən istifadə eləmək lazımdır. Qırağa çıxmaq lazım deyil. Və Allah daha yaxşı bilir. Bu mövzunu daha çox tərəfləri var. Daha çox uzatmaq olardı. İnşallah qismət olarsa növbəti başqa məclisdə danışarıq. Allah razı olsun gözəl şəkildə dinlədiyiniz üçün. Və sallallahu alə nəbiyyə Muhammed və alə alihi və sahbihi və səlləm.